Hörmətli tamaşaçılar, bugün Bərdə şəhərində AFFA'nın rəhbərliyi və Regional Futbol Federasiyaları İctimai Birliyinin təşkilatçılığı ilə region kuboku yarışlarına start verildi. Və birinci oyunda izlədiyiniz kimi Şimal-Qərb yığma komandası Qarabağ Regional Futbol Federasiyaları yığma komandasına 6-0 hesabı ilə qalib gəldi. Qalibləri təbrik edirik və Qarabağ komandasına uğurlar arzulayırıq. Bu yarışlar iki yarım qrup olmaqla deməli burada Qarabağ Regional Futbol Federasiyası, Şimal-Qərb Regional Futbol Federasiyası, Bakı Futbol Federasiyası 2 və Qərb Regional Futbol Federasiyası yığma komandaları iştirak edir. Və növbəti tur, yəqin ki məşqçiləriniz deyib, ayın 21-i Qərb bölgəsi üzrə Ağstafa şəhər stadionunda keçiriləcək. Və növbəti 3-cü tur 27 iyulda Mingəçevir şəhər stadionunda keçiriləcək. Və hər qrupun qalibi finalda, ikinci yer tutanlar ise üçüncü yer uğrunda avqust ayında mübarizə aparacaq. Bütün komandalara uğurlar arzulayırım. Və sizi salamlamaq üçün bugün bizim Bərdə şəhər stadionunda Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, şöhrət orderli Prezident təqaüdçüsü İskəndər Cavadov iştirak edir. Alqışlayın və həmçinin Qarabağ Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Əliş Şərifov iştirak edir. Əliş bəyi alqışlayın. Şimal-Qərb Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Rövşən Əhmədov iştirak edir. Və bir də Qərb Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Nadir Nəbiyev iştirak edir. Bütün prezidentləri alqışlayırıq və onlara təşəkkür edirik ki, sizi tək qoymayıblar və bu yarışlarda sizlərlə bir yerdə iştirak edirlər. İndi isə ev yəsi kimi sözü veririk Qarabağ Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Əliş Şərifova. Əziz və hörmətli idmançılarımız, əziz və hörmətli tamaşaçılarımız, bu günləri bu yarışın təməli bugündən başlayır. Bunun da bəldiyə düşmək üçün AFFA'dan Regional Federasiyanın rəhbəri İskəndər müəllimin bura Bərdəni seçdiyi üçün bir daha sizə minnətdarlığımı bildirirəm və sizin idmanda olduğunuz müddətdə bu Bərdədə yox, bütün Azərbaycanda idmanın yenidən inkişaf etməsinə kömək edən bir iş olacaqdır. Və sizə uğurlar arzulayıram, arzu edirəm ki, bir-birinizi zədəsiz, ağırlı oyunu nümayiş etdirib, zədəsiz olasınız. Uğurlar arzulayıram. Sizi salamlamaq üçün sözü veririk. Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, şöhrət orderli prezident təqaüdçüsü İskəndər Cavadov. Bərdəyə xoş gəlmişsiniz. Hörmətli region rəhbəri, mən sizə dəstəyə görə Əliş müəllimə, Nadir müəllimə, Rövşən müəllimə təşəkkür bildirmək istəyirəm ki, bir gün burada gənc uşaqlarla burada bir yerdə iştirak edirsiniz. Çox sağ ol, bir də deyirəm sizə, əziz futbolçular, mən AFFA rəhbəri adından və Regional Futbol Federasiyası adından sizi salamlayıram və sizə uğurlar arzulayıram. Biz çətin yolla yavaş-yavaş gedirik. Ancaq inanırım ki, gələcəkdə sizi Azərbaycan futbolu, gənc futbolu inkişaf edəcək. Ondan sizə xahiş edirəm ki,
siz bir gündən hələ bu tədbirdən başlamışsınızsa, özünüzə fikir verəsiniz. Mən sizə istəyərdim ki, gələcəkdə siz Azərbaycan futbolunda dəstək verəsiniz. Azərbaycan milli komandasında iştirak edəsiniz. Əsas odur ki, siz bu yolda profesyonal yoluna gedəsiniz. Bugün bizdə regionda gözəl rəhbərlər var. Onların rəhbərin altında istəyərdim ki, siz inkişaf edəsiniz. Bizim əlimizdə nə gələcək, biz sizə kömək edəcəyik. Sizə uğurlar arzulayıram. Gözəl bir insanlarsınız, gözəl bir futbolçularsınız, gözəl bir oyun göstərdiniz. Öpürəm sizi, var olasınız. Gələcəkdə istəyərdik ki, bunlar rəhbərlərlə, bu əzəkəşlərlə siz birlikdə oturaq televizora baxa deyərdik ki, bu bəldə uşaqlarıdır, Müşahir uşaqlarıdır, Doğuz uşaqlarıdır. Oturaq rahat izləyək. Yəni ki, bu uşaqlar 10-15 yılına qabaq bu bəldə tədbirdə iştirak edərsiniz. Öpürəm sizi, var olasınız, xoşbəxt olun. Sağ olun. İndi dikkat, Azerbaycan Respublikası'nın devlet himni səslənir. İndi isə Qərb Regional Futbol Federasiyaları yığma komandası və Bakı Futbol Federasiyasının ikinci komandası hazırlaşın ona. Sağ olun, sizə uğurlar.